Fason Radyo. Merhaba değerli dinleyicilerimiz. Bugün 11 Ekim 2025 Cumartesi, Bakü Stüdyosu'ndan herkese merhaba. Fason Radyo'da Azerbaycan'dan Haberler programına hoş geldiniz. Ben Özlem. Ben de Ali. Bütün dinleyicilerimizi salamlayıram. Ali, bugünkü notlara baktığımda ilk sırada oldukça hüzünlü bir anma var. Gence'ye yapılan saldırının yıl dönümü. Bəli Özlem. Təəssüf ki, bugün kederli bir gündü. Düz 5 il əvvəl, 11 oktyabr 2020-ci ildə gecə saat 2 radelərində Ermənistan Gəncə şəhərinin mərkəzini ballistik raketlərlə vurdu. Bu xain hücumda 10 mülki şəxs həyatını itirdi. 40-dan çox insan yaralandı. Day-Az saytının xəbərinə görə, bugün bütün Azərbaycanda həm bu insanlığa qarşı cinayətin qurbanları, həm də bütün vətən müharibəsi şəhidləri anılır. Hayatını kaybedenlere Allah'tan rahmet, Azerbaycan halkına da başsağlığı diliyoruz. Şimdi dünkü yayınımızda konuştuğumuz Putin-Aliyev görüşmesiyle ilgili de yeni bir yorum düşmüş notlarına. Dün sadece teknik arıza denmişti, bugün güzel bir tiyatro başlığı var. Bəli, bu Azadlıq Radyosunun bir xəbəridir. Bilirsiniz, onlar daha müxalif mövqedən yazırlar. Rusiyalı siyasətşünas İvan Preobrajenski bu görüşməni təhlil edib. Onun fikrincə bu görüşdə geri addım atan tərəf Putin olub və bu münasibətlərdəki problemləri ört-bastır etmək üçün səhnələnən gözəl bir teatr idi. Bir saniye, siyaset şunas ne demek Ali? Bizim siyaset bilimci dediğimiz kişi mi? Bəli, tamamilə doğrudur. Siyaset elmini araşdıran mütəxəssis, yəni siyasi analitik. Preobrajenski vəziyyəti belə şərh edir. Anladım. Yani aslında sorunlar çözülmedi, sadece kamuoyuna karşı bir gösteri yapıldı diyor. İlginç bir bakış açısı. Şimdi notlarda bir de Zengezur koridoru var. Brüksel'de bir görüşme olmuş. Elədir. Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev Brükseldə Avropa İttifaqı Komissiyasının rəsmisi ilə görüşüb. Deyazın yazdığına görə Zəngəzur dəhlizi başda olmaqla nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Bu koridor hem Azerbaycan hem de Türkiye için çok stratejik. Gelişmeleri takipteyiz o zaman. Şimdi biraz can sıkıcı bir habere geçiyorum notlardan. Bakü'de bir gazeteci ev hapsine alınmış. Bəli, bu xəbəri BBC Azəri yayımlayıb. Sputnik Azərbaycanın rəhbəri Igor Kartavıx Bakıda ev dustaqlığına alınıb. Hələ ki ona qarşı hansı ittihamların irəli sürüldüyü barədə rəsmi açıqlama verilməyib. Belirsizlik her zaman en kötüsü. Umarım durum bir an önce netleşir. Neyse ki notlarda yüzümüzü güldürecek bir haber de var. Bir zafer haberi. Bəli, bu çox sevindirici bir xəbərdir. Trend Azın məlumatına görə Avropa şahmat çempionatında Azərbaycan milli komanda Ermənistan yığmasını məğlub edib. Bu qələbə ilə çempionluq iddiamızı sürdürürük. Şahmat yani satranç. Harika bir haber. Aklın ve stratejinin kazandığı bir zafer. Milli takımı tebrik ediyoruz. Şimdi biraz gözümüzü güldürdükten sonra dünkü konuştuğumuz o meşhur enflasyon meselesi de notlarda yine yer alıyor. Anlaşılan bir değişiklik yok. Təəssüf ki, yox. Azadlıq Radyosunun xəbərinə görə rəsmi rəqəmlər illik ərzaq inflyasiyasını %8 göstərsə də, əhali, yəni cəmaət qiymət artımını %20-30 arasında hiss edir. Eyni vəziyyət davam edir. Bu hikaye bize hiç yabancı değil, ne diyelim. Programı kapatmadan önce güzel bir kültür haberiyle bitirelim. Bakü'de sanırım dün akşam müzik ziyafeti varmış. Bəli, bu Müslim Maqamayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Litva səfirliyinin təşkilatçılığı ilə xüsusi bir konsert keçirilib. Gecədə həm Litva, həm də Azərbaycanın dahi bəstəkarlarının əsərləri səsləndirilib. Ne kadar güzel. Sanat her zaman birleştirir. Ali, bugünkü notlar için çok teşekkürler. Mən təşəkkür edirəm Özlem. Fason Radyo'da Azerbaycan'dan haberlerin bugünlük sonuna geldik. Yarın yine aynı saatte buluşmak üzere. Hoşça kalın. Fason Radyo.